Salam, hörmətli Kanal 13 izləyiciləri. Hər həftə internet üzərindən yayımlanan onun baxış bucağı verilişində sizinləyik. Bu dəfəki qonağımız Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəyasət heyətinin keçmiş üzvü Sahib Kərimlidir. Biz onunla ölkədəki ictimai-siyasi durumdan, həmçinin partiyasında baş verənlərdən, qurultayda sədrlik iddiasından və son anda geri çəkilməsindən və sair məsələlərdən danışacağıq. Xoş gəlmişsiniz Sahib bəy. Təşəkkür edirəm, xoş gördük Rəya xanım. Əvvəlcə ondan başlayaq ki, Nardaranda son günlər ölümlə nəticələnən hadisələr baş verdi. Buna bir aktiv müxalifət təmsilçisi olaraq münasibətiniz necədir? Niyə müxalifət həmin hadisələrə kəskin münasibət bildirmədi? Müxalifət hadisələrə münasibət bildirdi, amma təbii ki, yekdil mövqe olmadı. Ayrı-ayrı funksionerlər fikirlərini sosial şəbəkə üzərindən yaydılar. Amma ümumən məsələyə konkret olaraq mənim mövqeyimi ifadə eləmək istəyirəm. Bizim ölkənin formalaşmış, hələ tam oturuşmamış dəyərlər sistemi var. Bununla razıyam. Dövlətçilik məsələlərindən bağlı köklü ənənələr yoxdur. Amma bir Azərbaycan dövlətçiliyi var və Azərbaycan dövlətçiliyi bütün məzhəblərdən, təriqətlərdən və güclərdən daha çox sevilməyə və sayğıya layiqdir. Bu mənada biz inkar edə bilmərik ki, ölkədə qonşu ölkələrin müəyyən maraqları yoxdur. Var bu maraqlar müxtəlif dini təriqətlər üzərindən, məzhəblər üzərindən bu maraqları reallaşdırılmağa çalışılır. Bugün dünyanın da, yaxın şərqin də durumu ortadadır. Konkret Talih Bağırzadəyə gəldikdə, Talih Bağırzadə Milli Şuranın üzvüdür. Kifayət qədər fədakar mübarizəsi olmuşdur. 2 dəfə məhbus həyatı yaşamışdı. Sonuncu dəfə azadlığa çıxdıqda, məsələn, o Milli Şuranın üzvü olaraq Cəmil Həsənli, Əli Kərimli onunla bağlı xüsusi açıqlama verdilər. Və Cəmil müəllimin açıqlamasında orada bir fikir xüsusi diqqətimi çəkdi mənim. Talih Bağırzadə nə dini ideallarından, nə də dünyəvi prinsiplərindən imtina etmədən ləyaqətlə məhbus həyatı yaşayıb. Bu ifadə hesab edirəm ki, ölkənin sekulyar müxalifətinin liderləri tərəfindən Talih Bağırzadəyə verilmiş bir mesajdır ki, yəni bizim əməkdaşlığımız, birgə fəaliyyətimiz, hakimiyyətə qarşı mövqeyimiz bizi birləşdirə bilər, amma bizim üçün cizgilər, bax, o dünyəvi prinsiplərdir. Mən bu məsələdə təbii ki, hakimiyyətin aşırı gücdən istifadə kimi məsələlər, hüququn daha öndə işləməməsi kimi problemlər, ənənəvi problemlərin olduğu təbii ki, ortadadır. Daha yaxşı, daha şou xarakterli olmayan, soyuq dövlət təfəkkürü ilə əməliyyatlar həyata keçirə bilərdi. Amma həm də bu tərəfdən mən arzu edərdim ki, Milli Şuranın üzvü olaraq Talih Bağırzadə azadlığa çıxdıqdan sonra Milli Şuranın tədbirlərinə qatılardı. Biz onu bu tədbirlərdə birgə görmədik. Oradan birgə mesajlar verərdi. Təbii, o aydındır. Siz Talih Bağırzadə həbs olunandan sonra məhz onun Milli Şuradakı həmin fəaliyyətsizliyini tənqid elədiniz. Sizcə nə səbəbdən dindarlar müxalifətin aktiv mübarizəsinə qoşulmur? Aktiv deyirlər həmin mübarizədə dindar kəsim. Dindar kəsim daha çox öz içində təşkilatlanmağa meyillidir və bu da təbii əvvəldən şübhələr yaradır. Çünki bir kənar dövlət, ideya, düşüncə, mərkəz kənardadır, bu ölkənin içində deyil. Və ora bir biyyət var, onun dəyərlərinə bir inam var, etibar var və burada ölkənin içində ona uyğun bir siyasət var, onun deyək ki, proyeksiyası buradadır. Və burada onun tutaq ki, iradəsi daha öndədir. Azərbaycan dövlətçiliyi burada öndə deyil, yəni burada öndə olmaya bilər. Bu risk var. Bu riski önləməyin ən yaxşı yolu sekulyar müxalifətin içində olub, cəmiyyətə o mesajı verməkdir ki, biz ölkəmizi demokratikləşdirmək istəyirik, sekulyar cəmiyyətdən yanayıq, dünyəvi prinsiplərdən yanayıq, bax, və mən də bu cür düşünən müxalifətin yanında dindar kəsimin təmsilçisiyəm. Sabah demokratiya bu ölkədə olduqdan sonra təbii ki, parlament seçkiləri olacaq, dini təmayüllü partiyalarda olacaq, onlar da yarışacaqlar, amma seçim olacaq, yəni demokratik seçki olacaq. Siz o seçimi təhlükəli hesab edirsinizmi? Yox, mən Azərbaycan cəmiyyəti üçün ümumiyyətlə dünyəvi modelə təhdid görmürəm.
Ən azı bu ölkədə deyək ki, bizim ənənəvi dediyimiz şiə insanlarımız bu düşüncə və sünni və sair aşağı-yuxarı bir-birinə yaxındır. Bunlar heç vaxt özlərinin fərqli, uzun illərə dayanan baxışlarına görə ümumi dünyəvi modeli təhdid etmək üçün öz aralarında birləşə bilməyəcəklər. Üstəgəl, Sovet cəmiyyətinin bizim xalqa verdiyi pozitiv şeylərdən biri də bizim sekulyarlığımızdır və onun möhkəm təməlləri var. Onu dindar kəsimin debatlarda cəmiyyəti inandıracağına inanmıram. Amma bəlli bir təbii ki, faizlə parlament təmsilçiliyi gələcəkdə demokratik mühitdə proqnozlaşdırılır. Bu da onun da pozitiv, faydalı tərəfləri var. Bəs həmin dindar kəsimin, dini qrupların deyək, müxalifətdən daha güclü olmasının səbəbləri nədir? Burada artıq hakimiyyətin ciddi yanlışlıqları bunu yaratdı. Yəni, deyək ki, sekulyar müxalifət, dünyəvi müxalifət, vətəndaş cəmiyyətinin üstləri, resurslar sıradan çıxarıldıqca onun yerini təbii ki, bu dindar, təşkilatlanmış dindar kəsimin tutması təbii proses oldu. Yəni, bu qaçılmaz oldu. Zaten bunlar illərdir söylənilirdi, deyilirdi. Bugün hakimiyyət ondan qarşı-qarşıyadır. Siz bu ilin sentyabrında AXCP-nin qurultaydan bir qədər əvvəl sədrliyə iddianızı ortaya qoydunuz. Amma seçkidən dərhal sonra mətbuatdan belə uzaqlaşdınız, sualları cavablandırmadan imtina elədiniz. Səbəb nə idi? Siz niyə son anda seçkidən geri çəkildiniz və mətbuata susqunluq nümayiş elətdirdiniz? Səbəb çox sadədir. Konkret namizədliyimi elan etdiyim dönəmdə müxtəlif spekulyasiyalara yol verildi, müxtəlif don geyindirmələr oldu. Bu mənada ciddi də bir siyasətçi olaraq ciddi də risklər almışdım. Amma bu riskləri önləyəcək faktorlar var idi. O faktorlardan biri də məhz inandırıcılıq məsələsidir. Mən inanaraq heç bir təsir altında yox, tam azad şəkildə AXCP sədrliyinə namizədliyimi irəli sürdüm. Burada əsas məqsədim ictimai faydalar doğurmaqdır. Çünki rəqabətli mühit yaratmaq, dinamizmi artırmaq və s. Yəni, burada azadam. Qaçası sualım yoxdur. Zaten bu olmasaydı sizin kimi əvvəldən bununla bağlı danışılmış oyun deyə qənaət gətirən bir ictimai fəalın çəkilişinə qatılmazdım. Yəni, suallardan qaçardım. Burada tam azadam. Sadəcə mən qurultayda tənqidlərimi söylədim. Təqribən 10 günlük bir kampaniya müəyyənləşdirdim. Bu kampaniya dövründə sədrin fəaliyyətini və s. tənqid elədim, fikirlərimi ifadə elədim, baxışlarımı ortaya qoydum və aydın məsələ idi ki, qurultayda seçilmək şansım az idi. Amma bir siyasətçi kimi həm cəmiyyətə belə təvəzzükarlıqdan uzaq da olsa, mən də varam mesajı ünvanladım və ondan başqa kifayət qədər orada mənə qarşı negativ münasibəti pozitivə çevirə bildim bir siyasətçi kimi, bunu ortaya qoydum və 3 il müddətinə, yəni 2018-ci ilə kimi artıq sədrin 4 prezident və 4 parlament seçkiləri yola vermiş bir partiya sədri olaraq daha rahat, deməli, başarısızlığa görə daha inandırıcı tənqid edə biləcəkdim. Ona görə əminsiniz ki, daha başarısız olacaq bu növbəti illərdə AXCP sədri Əli Kərimli? Olacağı təqdirdən gedir söhbət. Başarılı olacağı təqdirdə təbii ki, onun tərəfdarları bugün çoxluq daha çox ifadə eləyəcək ki, biz o zamanda bugün də doğrunun yanındayıq. Yəni, onlar qalib olacaqlar. Bu artıq siyasətdə o yarışmanın nəticələrinə bağlıdır. Qurultaydan əvvəl riyasət heyətinin üzvüdür. Amma qurultaydan sonra heç bir rəhbər struktura seçilmədi. Sizcə sədr ona qarşı çıxdığınıza görə sizi cəzalandırdı mı? Yox, mən qurultayda söz verdim ki, 3 il müddətinə sədrə tənqid səsləndirməyəcəm və bu 3 il müddətində partiyanın rəhbər strukturlarında təmsil olunmayacam, üzərində işləməyə çalışacam, müəyyən şəxsi problemlərini həll edəcəm və 2018-ci ilə daha hazırlıqlı şəkildə yarışlara qatılacam.
Yəni şəxsi problemlər deyərkən siz Razi Nurullayev kimi məsələn maliyyə problemlərini həll etməyi mi nəzərdə tutursunuz? Yəni daha maddi resurslarla növbəti seçkiyə qatılacaqsınız yoxsa necə? Mən bilmirəm konkret Razi Nurullayev resurslar ona o cür iddialar var yəni. Yoxsa yox. Amma söhbət ondan gedir ki, yəni bir siyasətçi azad olmaq istəyirsə, yəni hansısa böyük iddiası var və həm də azad olmaq istəyirsə, ən əvvəl elə maddi məsələləri həll etməlidir. Çünki maddiyyat, çətinliklər bəzən insanları siyasi məsələlərlə də bağlı, vətən millət söhbətləri ilə də bağlı yanlışlıqlar etməyə məcbur eləyir. O mənada maddi azadlıq çox uğurlu bir şeydir. Bir məsələ də açıq qalır. Bu suallara tez-tez səslənirdi. Niyə sədr sizi partiyadan çıxarmadı? Belə bir təcrübə var son illər müxalifət düşərgəsində, amma sizi partiyadan qovmadılar. Səbəb nə idi sizcə? Səbəb sədrin çox təcrübəli siyasətçi olmasına bağlı idi. Çünki AXCP daxilində bizim illərə söykənən yolumuz var, mübarizəmiz var, fəaliyyətlərimiz var. Bəlkə də geniş ictimaiyyət ölkədəki mövcud siyasət ki, yasaqlanıb, nə qədər siyasət mümkündür bu ölkədə yapılsın. Bu siyasətin içində təbii ki, insanların, ayrı-ayrı ictimai fəalların parlaması, geniş kütlələr tərəfindən tanınması problemdir. Amma partiya daxilində illərdir bizi, fəaliyyətimizi izləyən dostlarımız var, çoxlu sayda tərəfdarlarımız var. Orada konkret çoxlu sayda insan var ki, mən Əli bəyə səs verəcəm sahib, onu görürəm bugün, amma səni çox istəyirəm. Yeri gəlsə mən səndən kobud da danışa bilərəm, amma səni çox istəyirəm. Yəni, bu bir algı var idi. O düşüncə, o da təbii ki, partiya rəhbərliyinə yansıyır. Onlar da bilirlər ki, mən mübarizəmdə səmimiyəm. Mən illərdir qurulmasında hər cür əziyyət çəkdiyim, fədakarlıq elədiyim, çoxlu sayda insanın yanında təbliğatını apardığım struktur və təşkilat haqqında təşkilatı dağıtmaram. Yəni, o təşkilatın güclənməsində maraqlı olaram. Onun sədri olmaq istəyərəm, amma təşkilatı dağıtmaram. Yəni, buna, onda mən öz keçmişimə xəyanət eləmiş oluram. Özümə xəyanət eləmiş oluram. Yəni, məsələyə bu şəkildə. Bu algı da partiya daxilində var və baxmayaraq ki, ciddi tənqidlərim olmasına baxmayaraq, yəni partiyadan çıxarılmağın xüsusi oyunun şərtləri deyil. Amma partiya sədri sizə qarşı dözümlü davrandı. Yəni sizin çıxışınızda... Yəni bu algı var idi. Bu algı var idi ki, cəbhəçilər, çoxlu sayda cəbhəçi bilir ki, mən mübarizəmdə səmimiyəm, mən tənqidlərimdə səmimiyəm. Amma Razi Nurullayevə partiya sədrinin müavininə qarşı sizdən fərqli münasibət sərgiləndi. Səbəb nə idi sizcə? Siz başqa iki adamın arasındakı münasibəti, yəni eyni partiyadan danışa bilərik. Və eyni sədrdən danışırıq. Bu məsələlərə də açıqlama verə bilərəm. İstəyir daha çox media düşünür, Razi Nurullayev falan belə. Bilirsiniz, böyük siyasətdə, yəni böyük siyasət deyəndə çox böyük də çıxmasın. Yəni ən azı partiya idarə etməsində, rəhbərlik, müxalifət partiyasının rəhbərliyinə daxil olan şəxslər və s. siyasətdəki öndə olan adamlar heç kim yəni yalandan deməsin ki, mənim hansısa formada kimlərləsə ünsiyyətim falan yoxdur. Hər kəslə bir ünsiyyət var, hər kəsin kimdənsə bir ünsiyyəti var, bir danışığı var, bir hardasa rastlaşır, görüşür, nələrisə müzakirə eləyir. Bu siyasətdir. Yəni, kimsə, mən məsələn çəkinmədən, heç vaxt mən çəkinmərəm ki, mən tutaq ki, kimlənsə tutaq ki, imkan var danışıb hansısa siyasi prosesləri müzakirə eləməyə, müəyyən informasiya əldə eləməyə. Bundan niyə də siyasətçi qaçsın? Qaçırsa əgər, o yaxşı siyasətçi deyil, gizlədirsə, burada da qara niyyətlər var. Sizcə Razi Nurullayev Əli bəydən nəyisə gizlətmişdir? Yox, mənim Razi Nurullayevlə münasibətlərimlə bağlı məsələyə toxunmaq istəyirəm. Yəni, mən Razi Nurullayevlə də görüşürəm, son vaxtlar görüşməmişəm, yəni xeyli vaxt, amma görüşsəm də orada problem yoxdur, Razi Nurullayeva rast gəldi, mən ondan oturdum, orada imkan düşəcək. Təbii ki, siyasət danışılacaq. Hər kəsin öz marağı var, hər kəsin özünün oyun qaydaları var, hər kəsin özünün fəaliyyət növü var və s. Amma istənilən adamla görüşüb danışmaq olar. Sadəcə orada məsələ belədir. Sən hesab edirsən ki, inandığın dəyərlər və prinsiplər güclüdür, ya qarşıdakı sən nəyisə təslim etməyə görüşürsən, yoxsa prinsipləri və dəyərləri böyütmək üçün daha da güclənməyə.
Yəni Siz nə söhbət üçün ondan gedir. görüşürdünüz? Mən ancaq öz inandığım dəyərləri və prinsipləri gücləndirmək üçün hər kəslə görüşürəm. Çox gözəl. Yeri gəlmişkən, AXCP son aylar iki yerə parçalanmış vəziyyətdədir. Əli Kərimlinin və Razi Nurulayevin cəbhəsi, yəni belə adlandırılır. Hər ikisi də AXCP adına iddialıdır. Bu olaylara münasibətiniz necədir? Yəqin ki, kənardan seyr eləmirsiniz. Azərbaycan Xalq Cəbhəsi Partiyası iki yerə bölünmə fikri kökündən yanlışdır. Azərbaycan Xalq Cəbhəsi Partiyası ictimaiyyətdə bunu bu cür qəbul eləyir. Protest elektorat da bu cür qəbul eləyir. İctimai fəallar da vicdanda qəbul eləyir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası da hal-hazırda Əli Kərimlinin sədrliyi elədiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Amma Ədliyyə Nazirliyi Əli Kərimlinin rəhbərliyi elədiyi partiyanın qurultay sənədlərini geri qaytarır. Hakimiyyət ənənəvi yollardan çox təəssüfcə əl çəkmir. Yəni nə olacaq, yəni tutaq ki, buna kimi neçə AXCP yaradılıb və yaxud çox uzaqda olmayan tarixdə bir dəfə Ədliyyə Nazirliyi buna cəhd eləmişdi və geri oxuyub. Yəni nə cür algılanır? Bu gün ölkədə müxalifət dedikdə kimlərdir? Yəni tutaq ki, Müsavat Partiyasında çoxu kimlərsə sıradan çıxartmaq istəyirdi. İki mənada çıxarda bildimi? Müsavat Partiyası yenə bu gün Müsavat Partiyasıdır. Azərbaycan Xalq Cəbhəsi Partiyası bu gün yenə Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. İsəqambər yenə İsəqambərdir, Əli Kərimli yenə Əli Kərimlidir. Yəni bu cür bəsit üsullarla siyasi rəqiblərə əksinə daha faydalar toxundurulur. Çünki belə bir algı yaranır ki, elə real müxalifət buradadır ki, ən çox bunlar əzilir, amma əksinə daha insanlar daha sıx birləşir, protest elektorlar daha sıx birləşir. Yəni hökumət bu ənənəvi üsullardan əl çəkməlidir. Siyasi müxalifətlə daha qəbul olunmuş qaydalar çərçivəsində yarışmaq lazımdır. Amma siz real müxalifət hesab elədiniz Əli Kərimlini qurultaydan bir qədər əvvəl ittiham elədiniz ki, illər boyu hakimiyyətə gələ bilməyib. Təbii. Yəni o onun şanssızlığıdır, bacarıqsızlığıdır. Biz Əli Kərimlini hakimiyyətə gələ bilmədiyi üçün tənqid edirik. Amma müxalifət olmadığı üçün yox. Bunu ayırmaq lazımdır. Bunu ayırmaq çətin deyil ki, yəni. Biz deyirik ki, bir nəticə yox ortada. Buna görə kimsə tənqid olunmalıdır, cavab verməlidir, lazım olsa istefa verməlidir, vəzifəsini başqasına verməlidir. Yəni bu mərhələ-mərhələ baş verir. Onun bir mərhələsinin iştirakçısı olduq. Amma biz demədik ki, Əli Kərimli müxalifət deyil. Əli Kərimli daxil olmaqla, yəni AXCP daxil olmaqla Müsavat və digər müxalifət partiyalarının hakimiyyətə gələ bilməməsində təkcə səbəb günah təkcə hakimiyyətdədirmi? Yoxsa müxalifətin özünün də hardasa günah payı var? Təbii, ümumi danışa bilərəm, var. Var. Nə qədərdir? Yəni ortada nəticə yoxdur. Yəni zaten biz də oradan çıxış eləyərək biraz iddialı danışırıq ki, yoxlamaq lazımdır, dəyişmək lazımdır vaxtaşırı. Başqa baxış, başqa dünya görüş gəlməlidir. Bəlkə başqa yöntəmlər daha faydalı oldu. Yəni bu qədər yarışma çərçivəsində. Gələk sizin narazılığınıza səbəb olan suala. Bir qədər əvvəl, yəni sizin qurultaydan sonra Razi Nurulayev də qurultay keçirdi və belə deyək, formal alternativ namizədlə seçkiyə getdi sədrlik seçkisinə. Yekunda özü sədr seçildi. Onun alternativlərinin sizdən nə fərqi var idi? Hansı müqayisəni apara bilərsiniz? Mən zamanla sübut edəcəm ki, yəni 2018-dən sonra mən daha iddialı şəkildə çıxış edəcəm, verdiyim sözlərə əməl edəcəm. Bu əsaslı olacaq. Çünki bu gündən ünvanlanmış şeylər yoxdur burada, uduşlar yoxdur. Biraz daha zamanla. Siz burada çəkiliş, bu arxivdə qalacaq. Mən burada elədiyim çıxışın sətir və sətrinə, bütün ifadələrinə sədaqətli qalacam. Bundan əvvəlkinə qaldığım kimi, bundan sonraki da 3 il sonra mən onu təbliğ eləyəcəm, buradakı çıxışımı yayacam. Bu daha pozitivlər gətirəcək və təbii ki, siyasətdə kərpic-kərpic uğurlar yığılır. Bugün Türkiyə siyasətində Ərdoğanın bütün uğurları bax o kərpic-kərpic yığılmanın hesabınadır. Siyasətdə birdən-birə parlamaq mümkün deyil, belə zamanla parlayacaqsın. Sizcə hazırda hansı AXCP daha güclüdür? Siz hansını daha güclü, daha demokratik və daha qüvvətli hesab edirsiniz? Hakimiyyətə qarşı mübarizə aparmaq cəsarətinə malik olan şəkildə. Bugün Azərbaycanda hakimiyyətə qarşı real müxalifət mövqeyindən çıxış edən Milli Şura
və Azərbaycan Xalq Cəbhəsi partiyasıdır və Müsavat partiyasıdır və real hərəkatıdır. Yəni siyasi qurumları biz o şəkildə tanımlayırıq. Bunlar var. Hesab edirəm ki, elə bu qüvvələrin də yenidən birliyinə, mərkəzləşmiş qaydada fəaliyyətinə, koordinasiya olunmuş fəaliyyətinə, sistemli fəaliyyətinə hakimiyyət də nə zamansa ehtiyac duyacaq və o siyasətin önü açılacaq. Çünki alternativi yoxdur. Cəmiyyəti islahatlar, əgər hakimiyyət doğrudan da, İlham Əliyev doğrudan da hesab edirsə ki, islahatsız mümkün deyil, neft yoxdur, sahibkarlıq inkişaf etməlidir, iqtisadi azadlıqlar cəmiyyətə verilməlidir. Təbii ki, iqtisadi azadlıqlar arxasıca siyasi azadlıqları gətirəcək. Amma onu daha ağrısız cəmiyyətə təqdim etmək üçün mütləq real siyasi islahatlar həyata keçirilməlidir. Real siyasi islahatda hakimiyyət, onun ətrafı, əlindəki resurslar və qarşı tərəf artıq bu ictimaiyyət bir elə bir sanki notarial qaydada bunu təqdim edib də cəmiyyətin güvəndiyi real qarşı müxalifət kimdir? Milli Şuradır, Müsavat partiyasıdır, real hərəkatıdır, Nidadır və bu qüvvələri mərkəzləşmiş, təmərküzləşməlidir və oradan bir qüvvə çıxmalıdır. O ilə cəmiyyət paslaşaraq dövlət bu islahatı həyata keçirməlidir. Bunun başqa alternativi yoxdur. Son illər müxalifət düşərgəsi, bir çox ekspertlər deyir yəni bunu, müxalifət düşərgəsi ciddi şəkildə zəifləyib. Müsavat partiyasında, ardınca da AXCP-də zəifləmə, parçalanma baş verdi. Səbəbləri sadalaya bilərsiniz? Səbəblər nə idi? Çoxlu səbəblər var. Resurslardan səmərəli istifadə olunmayıb, vətəndaş cəmiyyəti gücləndirilməyib, regionlarda müxalifət təşkilatlanmayıb, dəyişən dünya şərtlərinə uyğun mesajlarını dəyişə bilməyib, sosial təbəqələrə ünvanlana bilməyib, ayrışmadan bilgisiz qalıb, regionlardan, informasiyadan bilgisiz qalıb, insanların nə düşündüyünü daha çox regionlarla əlaqə yaratmaqda bir siyasətçi kimi əsas məqsədlərindən biri fərqli insan qruplarının, sosial qruplarının nə düşündüyünü öyrənməkdir. Siyasətçinin mesajları çox aydın olmalıdır. Hesab edirəm ki, biz bunu bacarmadıq. Yəni, bizim böyük neft gəlirləri dönəmində biz demokratiyaya keçid edə bilsəydik, korrupsiya və rüşvətin qarşısı heç olmasa 30-40% alınsaydı, bugün ölkəmiz indi olduğundan çox daha irəli olardı. Müxalifət nədən bacarmadı? Hakimiyyət bəllidir. Müxalifət nədən həmin keçidi normal şəkildə keçməyə bacarmadı? Mən sadaladım, müxtəlif səbəblər var. Yəni, mesajlar təşkilatlanamadı, güclənənmədi. Şəxsi ambisiyalar mı güclü idi? Hamısının rolu oldu. Siz daha çox məsələni daha geriyə yönəlik. Məsələn, medianın hesab edirəm funksiyalarından biri həm də irəliyə yönük. Daha çox fikirlərini siyasətçilərin almalıdırlar ki, cəmiyyət o mesajlar verilsin ki, qarşıda yaxşı ola bilər hər şey. Yoxsa hər şey geridəki səhvlərə yönəlik olduqda, yəni mümkünsüzlük, nəticələrin olmayacağı algılanır. Cəmiyyət daha negativ hisslər cəmiyyətə örtülür. Təsəvvür edin, cəmiyyətə pozitiv hisslər ötürmək lazımdır Röya xanım. Tamam. Qarşıdakı növbəti illərdə müxalifət düşərgəsindəki vəziyyəti necə proqnozlaşdırırsınız? Nikmin nə deyə bilərsiniz? Qarşıdakı illərdə deməli, bu ölkədə baş verən son proseslər, iqtisadiyyatla bağlı problemlər, bazar iqtisadiyyatının bugün bizim ölkəmizdə iqtisadi azadlıqların olmaması bazar iqtisadiyyatına ciddi zərərlər verib və hakimiyyət bunu hiss edir və bilir ki, qanunverici bazanın möhkəmləndirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə təkcə dövlətin resurslarının hesabına ola bilməz. Müxalifət, ictimai institutlar burada ciddi faydalıdır. Bunu dərk edəcəyinə ümid bəsləyirəm. Dindar kəsimin güclənməsi hakimiyyəti düşünməyə məcbur edəcək. Sekulyar müxalifətə ciddi ehtiyaclar duyulacaq. Bu mənada müəyyən hakimiyyət məcbur olacaq. Yəni, siyasətin önü açılacaq sadəcə. Mən buna inanıram.
Yəni siz belə düşünürsünüz ki, radikal dindarlar gücləndikcə hakimiyyətin sadəcə olaraq müxalifətə ehtiyacı olacaq, yoxsa müxalifətin bir faydası varmı ümumiyyətlə? Bu təbii ehtiyac yaranacaq, bəli. Yəni siyasətin önü açıldıqda prosesləri daha çox reallaşdıra bilən qüvvə təbii ki, mövcud strukturları və təcrübəsi olan, təşkilatlar da bəllidir, mən sadaladım. Azərbaycan kimi bir ölkədə müxalifətçi olmağın faydası varmı? Ümumiyyətlə, nə faydası var? Çox faydaları var. Biz bəzən müxalifətçiliyin faydalarını konkret insanlar belə şəxsində axtarır. Bu qədər əziyyət çəkmişsən, nə əldə elədin sonunda? Tamamilə yanlış fikirdir. Çox şey, məsələn, tutaq ki, götürək bizim balaca kəndimizi. Bizim balaca kəndimiz, Bideyiz kəndi, birisi kifayət qədər də aktivdir. Məsələn, Müsavatçı İkram İsrafil də həmən kənddəndir. 2010-cu ildə, məsələn, mən deputatlığa namizəd olanda, hakimiyyət bizim kənddən, mənim məsələn, qohumumu tapdı, məktəb direktorunu yapın rəsmi namizəd elədi. Bir biznesmen də orada namizəd idi, Cavanşir Feyziyev və təbii o seçiləcəkdir. O seçildi, bunu da mükafatlandırıb qoydular. Rayon Təhsil Şöbəsinin müdürü. Yaxın kəndlərin heç birində qazlaşma yoxdur. Amma məsələn, bizim kənddə qaz var. Bu nəyə görədir? Hakimiyyətdə də bir fikir var. Burada bir fəallıq var, burada bir ictimai fəallar var. Yəni, bir balaca kənddə bir fayda toxundurursansa artıq ictimai fəallıqla, biraz seçilməklə, bu artıq pozitivdir. Yəni, lap tutaq ki, olmayacaq da, bizim də heç müxalifətçi olmayacaqdır. Heç kim etiraz etməyəcəkdir. Hər şey yəni normal mı olacaqdır? Yox. Bizdə bir faydalarımız var. Yəni bir balaca məkanda da olsa var. O böyüyəcək, inkişaf eləyəcək, böyük dəyərlər yaradacaq, böyük başarıları olacaq. O artıq zaman məsələsidir. Bir də qismət məsələsidir. Mən ilahi təqdirə də inanıram. Mən tam rasional təfəkkürdə deyiləm. Hər şey ölçülə bilir deyil. Qismət var. Tamam, təşəkkür edirəm ətraflı və maraqlı cavablar üçün. Hörmətli Kanal 13 izləyiciləri, bu dəfəki qonağımız AXCP-nin üzvü, sıravi üzvü Sahib Kərimli idi. Siz müzakirə etdiyimiz məsələlərə onun baxış bucağından baxdınız. Bizi izləməyə davam edin.